Baxırıq mətnimizin izahına. Xeyirxah göbələklə xain qurdun nağılı. Meşənin kənarında göbələk bitmişdi. Ağappaq, gözəl və şux qamətli göbələk görənləri heyran edirdi. O çox xeyirxah idi. Heç nəyə zərər yetirməz, ehtiyacı olana köməyini əsirgəməzdi. Bir dəfə axşamdan külək əsməyə başladı və hava soyudu. Biraz keçmiş yağış yağmağa başladı. Göbələyin gözü birdən torpağın üstündə güclə hərəkət edən, yağışdan islanmış xırdaca bir qurda sataşdı. Onun qəlbi sızladı. İslanmış qurd dərhal xilas olmasa ölə bilərdi. O üzünü köməkçi tənha qurda tutub, "Balaca, görürəm üşüyürsən. Gəl bu gecə mənim qonağım ol. Gəl bu gecə mənim qonağım ol. Səni papaqcığımın altında, qucağımda sabaha kimi saxlayaram. Səhər açılar gedərsən." Qurd sevinclə, "Nə gözəl göbələksən. Səsin gələndə elə bildim anamsan," dedi və göbələyin gövdəsindən yuxarıya doğru irəliləməyə başladı. Birazdan artıq o göbələyin papaqlığında özünə yer eləmişdi. Qurd yumşaq, isti yerdə əvvəlcə mürgülədi, sonra da şirin yuxuya getdi. Səhər açıldı, günəş şəfəqlərini saçdı, yer, göy, nöqtələr. Günəşin hərarətindən əvvəlcə göbələk istiləndi, sonra bu hərarəti qurd hiss elədi və yuxudan ayıldı. Yaxşıca dincəlmişdi, rahatlanmışdı, amma yamanca acmışdı. Bir qədər aclığa dözdü. Günortadan sonra isə o əvvəlcə göbələyin ipək kimi yumşaq zərif sinəsindən bir dişləm götürdü. Necə də dadlıdır. Sonra ikinci, sonra üçüncü. Qurd yavaş-yavaş şişir, böyüyür, göbələk isə arıqlayır, zəifləyirdi. Nəhayət o qurdu qovmaq istədi. Qurd hırıldaya-hırıldaya, "Qovulmalı sənsən, qoca kaftar." Göbələk qəzəbindən elə silkələndi ki, yerindən qopub yıxıldı və başı daşa dəydi. O sanki ayıldı. Qurda qoynunda yer verdiyinə görə peşman oldu. Lakin çox gec idi. Göbələk parça-parça olmuşdu. Deməli, xeyirxahlıq ağılla və ehtiyatla müşayiət olunmadıqda fəlakətlə nəticələnə bilər. Hər kömək istəyəni tanımadan, niyyətini bilmədən yaxın buraxmaq təhlükə yarada bilər. Əsl müdrik həm mərhəmətli, həm də ayıq-sayıq olmağı bacarmalıdır. Mətnimiz bundan ibarətdir. Mətn əsasında cümləni tamamlayan doğru fikri müəyyən edin. Deməli, göbələk peşman idi. Çünki çox mərhəmət göstərməmişdi, əksinə mərhəmət göstərib. Yaxşılıq edib yaxşılıq görməmişdi, səhvdir. Qurd ondan xəbərsiz onun yeməyini yemişdi. Onun yeməyini yox, onun özünü yeyib. Qurd acgözlük edib ona düşən payı götürmüşdü. Ona düşən yox, onun özünü elə götürüb. Göbələyin özünü. Yaxşılığı düzgün qiymətləndirilməmişdi. Bəli, qiymətləndirilməyib. Qurda yaxşılıq edib, amma qurd onu yeyir. Onun üçün doğru cavab 7. 22. Mətn əsasında yanlış fikri müəyyən edin. Qurd göbələyə xoşagəlməz söz deyir. Doğru fikirdir, qoca kaftar deyə müraciət edir. Qurda qarşı etdiyi göbələyin ilk xeyirxahlığı deyildi. Bəli, xeyirxahlıq çox etmişdi. Mətnin giriş hissəsində də nə deyir? Deyir ki, çox xeyirxah idi, heç nəyə zərər yetirməz, ehtiyacı olana köməyi əsirgəməzdi. Düzdür. Göbələk mərhəmətli olsa da müdrik deyildi. Doğrudur bu da. Mərhəmətli idi, amma müdrik deyildi. Niyə? Müdrik olsaydı bilərdi ki, qurdu qoynunda saxlayır və qurd onu yeyə bilər. Müdrik olsaydı bilərdi. Göbələyin xeyirxahlığı onun məhvinə səbəb olur. Düzdür, qurd onu yeyir. Ac qurd heç gözləmədən göbələyi yeməyə başlayır. Yox, gözləmədən göbələyi yeməyə başlayır, səhv fikirdir axı. Çünki başlayır birinci qəşəng yatır, dincəlir, acandan sonra hissə-hissə yeyir. Yəni, səhərsi gün yeyir. Y variantıdır. Sonra, mətn əsasında doğru fikri müəyyən edin. Doğru fikir istəyir bizdən. Göbələk öz sonunu sürətləndirən hərəkət edir. Bu qalsın. Göbələk qurdu anasına bənzədir. Qurd göbələyi anasına bənzədir. Qurdla göbələyin köhnə ədavəti yox idi. Belə bir şey danışmır mətndə. Günəşin hərarətini hiss edən qurd göbələyi isitməyə çalışır. Yox. Deməli, göbələk isinəndən sonra qurd isinir. Getdi. Göbələk qurdu həmişə bircə yaşamağa dəvət edir. Həmişə yox. Bu günlük deyir, qal burada. Ondan sonra deyir, yağış kəssin, yəni özünə gəl, ondan sonra gedərsən. Yəni həmişəlik qalmağa çağırmır. Göbələk öz sonunu sürətləndirən hərəkət edir.
Qurdu öz yanına dəvət eləməklə, öz papağında yəni qalmağa, papaqçığında da dincəlməyə dəvət etməklə, yəni üşüdüyü üçün təbii ki, qurd üşüdüyü üçün bunu eləyir. Yəni bu hərəkəti eləməklə öz sonunu sürətləndirir. A variantıdır düzgün cavab. 24. Mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyənləşdirin. Baxaq görək doğru fikirlərimiz hansıdır? Mətndə təbliğ olunur, mətndə tənqid olunur. Ağıl və ehtiyatla davranmaq bəli təbliğ olunur ki, göbələk ağıllı olsaydı məhv olmayacaqdı. Hər kəsə inam təbliğ olunmur, əksinə qurda inanmamalı idi. Mərhəmətsiz olmaq necə təbliğ? Yaxşı bir şey deyil axı təbliğ oluna. Çıxdıq. Tənqid olunur, yaxşılıq pisliklə cavab vermək. Qurd tərəfindən tənqid, yəni qurdun hərəkətinə görə tənqid eləyirik ki, o yaxşılığa pisliklə cavab verir. Yalan danışmaq deyə bir şey yoxdur. Hiləgərlik, burada qurd hiləgərlik eləmir ki, öz fitrətinə uyğun hərəkət eləyir. Yəni onun hiləgərliyi yox, əksinə başlayır bir yeməyə. Göbələk də deyir, sən nə edirsən, mən sənə kömək eləmişdim də, sonra başlayır bütöv yeməyə, parça-parça idi. 1-4, B variantıdır cavab. Yəni o göbələyi aldatmır da, onun üçün deyir ki, hiləgərliyi yoxdur. Göbələk özü yer verib, o da başlayır göbələyi yeməyə, yəni səhərsi gün. B variantı. Üzərində rəqəm yazılmış sözlər əsasında doğru fikri müəyyən edin. Üzərində rəqəm yazılmış sözlərə baxaq. Hava soyudu, bir bu soyudu sözüdür. Həqiqi mənadadır. Sonra yuxudan ayıldı. Sonra nədir? Elə iki söz. İki sözdür. Aha, deyir birinci sözün yerinə bezmək sözü ayılsa məna uyğunluğu yaranar. Hava soyudu, hava bezdi olmaz axı. İkinci sözün kontekstə görə mənası qəflət yuxusundan oyanmaq anlamındadır. Burada ikincidə deyir ki, qurd hiss elədi və yuxudan ayılır. Həqiqətən də yuxudan ayılır. Bu deyir, mən yuxudan ayıldım ki, imtahana az qalıb, oxumaq vaxtıymış. Hə, o zaman qəflət yuxusundan ayılmaq anlamındadır. B səhvdir. Yəni, bu məcazi mənada yuxudan ayılmağa aiddir. Mətndə həqiqi mənadadır. İkinci söz durmaq sözü ilə əvəz edilə bilər. Yuxudan durdu, bəli, amma yazıb bilməz. Səhv olur, yəni əvəz edilə bilər. İkinci söz məcazi mənada işlənmişdir. Məcazi deyil, həqiqi mənadadır. Birinci söz başqa kontekst daxilində məcazi məna ifadə edə bilər. Bəli, soyudu sözü məcazi məna ifadə edə bilər. Məsələn, deyir ki, onların deməli münasibətləri soyudu. Davranışı soyudu. Yəni soyuq münasibət, soyuq davranış göstərir. Y variantı düzdür. Mətnin tərkib hissələri əsasında yanlış fikri müəyyən edin. Bizdən səhv fikir istəyir. Giriş hissəsi bir abzasdan ibarətdir. Bəli, giriş hissəmiz bir abzasdan ibarətdir. Təkcə deməli, meşənin kənarında göbələk bitib, ağappaq, gözəl, şux qamətlidir, çox xeyirxahdır. Bir dəfə ilə artıq nə başlayır? Əhvalat başlayır. Bu düz fikirdir. Əsas isə 3-cü abzasdan başlanmır. Bu doğru fikirdir. Əsas isə deməli 2-ci abzasdan başlayır. Yəni 3-cü abzasdan başlamır. Doğru fikirdir. Nəticə hissəsi 2 abzasdan ibarətdir. Mətnimizin nəticə hissəsi deməli bir abzasdan ibarətdir. O da hansıdır? Deməli, xeyirxahlıq ağılla və ehtiyatla müşahidə olunmadıqda fəlakətlə nəticələnə bilər. Bir abzasdan ibarətdir. Bu səhvdir. Ardıcılığı bərpa etmək üçün əsas hissədə 2 abzasın yeri dəyişdirilməlidir. Səhv fikirdir, çünki hadisələr ardıcıldır. Nəticə isə ümumiləşdirməyə əsaslanır. Bəli, fikir ümumiləşdirilibdir. Doğru fikirdir. Cavab 3-4 A variantı. 27. Göbələyin xarakteri ilə bağlı doğru fikirləri müəyyən edin. Göbələk necə obraz idi? Yardımsevər idi. Qədir-bilməzlik qurda aiddir. Ehtiyatlıq göbələyə aid deyil. Ehtiyatlı olsa qurda yem olmazdı. Məğlub edilir ki, yəni sonda qurda yem olur. Qayğıkeş idi, bəli. Deyir, anam kimi dedim mənə. Qayğısına qalır ki, onu soyuqdan qorumaq üçün öz yanında qalmağa dəvət edir. 1-4 D variantı. 28. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Qurd haqqında doğru fikir, göbələk haqqında yanlış fikir. Deməli, birdə yazıb ki, yaxşılığa qiymət verir,
Qurd haqqında doğru fikir deyil, çünki qiymət vermir. Göbələyi yeyir. Çörəyi dizinin üstündə olan obrazı. Çörəyi dizinin üstü olmaq o deməkdir ki, yəni yaxşılığı bilmir, etdiyini bilmir. Qurd da elə obraz idi. Biri 2-dir. Günəşlə əlbir olub hərəkət edir. Belə bir şey yox idi. Səhv fikirdir. 3 də səhvdir. Göbələk haqqında yanlış fikir etdiyi xeyirxahlığa görə peşman olur. Bu doğru fikirdir. Baxın, mətndə də deyir ki, o sanki yuxudan ayıldı, qurda qoynunda yer verdiyinə görə peşman oldu. Mətnimizin sondan 2-ci abzasda verilib. Sondan 2-ci abzasa baxın. Var bu. Bu düz fikirdir, amma yanlış istəyir bizdən. Ona görə 4-ü də çıxırıq. Qurdun kömək istəyini qəbul edir. Belə bir şey yox idi axı. Qurd göbələyin kömək istəyini qəbul edir. 2-5, Y variantı. Mətnə əsasən uyğun fikri seçin və seçiminizi əsaslandırın. Əgər göbələk qurdu daha yaxşı tanısaydı, ona sığınacaq verməzdi. Bu doğru fikirdir. Göbələk qurdu qəsdən incitmək üçün qəsdən yanına çağırmışdı. Səhvdir. Uyğun fikir 1-dir. Göbələk qurdu daha yaxşı tanısaydı, ona sığınacaq verməzdi. Bunu seçirik və deyirik ki, göbələk qurdu tanımadığından, onun necə biri olduğunu bilmədiyindən onu qonaq çağırır və deməli, əgər onu yaxşı tanısaydı, bilərdi ki, qurd onu yeyir. Yaxşı tanımadığı üçün ona öz deməli, papaqcığında yer verir. Amma təəssüf ki, bu göbələyin sonunu gətirir. Onun üçün də doğru cavab olur 1 və əsaslandırmamızda belə yaza bilərik. Və nəhayət sonuncu sual. Mətndə nöqtələri yerinə uyğun gələn məcazi mənalı ifadə yazmaqla cümləni tamamlayın. Səhər açıldı, günəş şəfəqlərini saçdı, yer, göy, məcazi məna dediyinə görə nura qərq oldu. Nura qərq oldu. Və ya deyirik ki, nur dənizində qərq oldu. Sonra şəfəqlə naxışlandı. Yer, göy, şəfəqlə naxışlandı. Yaza bilərik. Və ya yer, göy, al-əlvan libasını geyindi. Sonra nurdan tac geyindi deyə bilərik. Belə. Qısası məcazi mənalı ifadələr yazırıq. Sonra 30-cu sual idi. Bu da oldu 30-cu sualın izahı. Sağ olun.